Salam, hər birinizi xoş gördük. Dəyərli nəşrlərlə 16 mart tarixində keçirilmiş olduğu sınaq imtahanından 8-ci siniflərin ingilis dili suallarına baxaq. Kanala abunə olmamısınızsa, kanala abunə ola bilərsiniz. Çünki sizlər üçün faydalı video və test izahları davamlı olacaq inşallah. 51-dən başlayaq. 51-də doğru variant olur D variantı, listening sualı idi. 52-də doğru variant olacaq A variantı, 1 və 3. 53A, 54 deməli C variantı olur. 55-də isə doğru variant olur special. Bu formada. Keçək mətn suallarına. 56 D variantı, 57 yenə D, 58 C. Keçək digər suallara. 59'da bizdən düzgünü soruşur. Doğru cavab olacaqdır B variantı, 1 və 3. 60'da isə offset. Belə. 61-ci sualda altına xətt çəkilmiş sözün definition'ını istəyir. Script sözünün 61'də doğru variant olur. Deməli D variantı olur. 62'də C variantı olacaqdır. Dila təxirə salmaq deməkdir. 63'də doğru variant olacaq B variantı. Make excuse bəhanə ürətmək, bir şeylər deməkdir. Give false reasons, yəni yanlış bir səbəb vermək, bir şey demək. Hansı ki, why you can't do something, nəyisə edə bilmirsən, bir bəhanə verirsən deyir. 64'də doğru variant B variantı. Bu dəfə yaman definition düşüb deyəsən sizə. 65-ci sualda isə doğru variant olacaq lower. Ola bilər burada. 66'da doğru variant olur A variantı. 67'də doğru variant olur D. 68'də doğru variant olur C variantı. 69'da A variantı olur. 70'də B variantı. 71'də B. Düzgün cümləni soruşur. 72'də A variantı olur. 73'də C variantı olur. Ən yaxşı seçimi bizdən istəyir. Deməli, 74'də isə doğru variant olur D variantı, cannot olacaqdır. 75'də isə doğru variant olacaqdır. Deməli, C variantı. Belə əziz şagirdlər, ümid edirəm ki, faydalı oldu. Hər birinizə bol-bol uğurlar olsun. Kanala abunə olub, yoldaşlarınızla paylaşmağı, bölüşməyi unutmayın.